30 may 2025-ci il bir təcili xəbəri diqqətinizə çatdırıram. Dəyərli izləyicilər, burada üstəgəl işarəsi var. Bir dəfə vurmaqla ən vacib, ən son dəqiqə xəbərlərimizdən anında xəbər tuta bilərsiniz. Bakıda elçisini qanunsuz olaraq bədən şəkilləndirmə əməliyyatı edərək ölümünə səbəb olmaqda təqsirləndirilən Azestetik Mərkəz MMC-nin direktoru Ülviyə İlyasovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Demək, dəyərli izləyicilər, məhkəmənin hökmü ilə Ülviyə İlyasova 3 il müddətinə səhiyyə orqanlarında xüsusi ixtisas tələb edən fəaliyyət növü ilə məşğul olmaq hüququndan məhrum edilməklə 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. O cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkəcək. İttihama görə bu il aprelin 16-sında 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı cinayət işi başlanıb. İstintaqla Azestetik Mərkəz MMC-nin direktoru Ülviyə İlyasovanın aprelin 15-də üzərində liposaksiya, pisovurma əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlayıb. Növbəti gün xəstədə qanaxma başlayıb və Ülviyə İlyasova onu köməksiz vəziyyətdə qoyub, nəticədə Səbirə Vəliyeva kəskin qan itirmədən dünyasını dəyişib. Toplanmış sübutlar əsasında Ülviyə İlyasovaya Cinayət Məcəlləsinin 143 və 314.2-ci maddələri ilə yekun ittiham edilərək barəsində polis nəzarəti altına vermək tədbiri keçirilib.